Deməli dostlar, çoxlu suallar gəldi. Rolli kombisi. Bəli, dediyiniz kimi rolli kombisini artıq stenddə yerini alıb. İndi bu rolli kombisini sökəcəm, içini incələyəcəm. Bir usta olaraq müsbət və mənfi tərəflərini siz izləyicilər üçün açıqlayacağım. İndi isə video keçiddə ilk olaraq incə və ensizdir. Yumru dairə və ekranda sensor ekranının təchiz olunub. Bütün hərəkət və komandaları ekran vasitəsilə həyata keçirilir. Çıxaldırıq. İlk olaraq kraskası çox yaxşıdır. Rolli logosunu çox yaxşı bəyəndim bunu. İndi isə içinə keçid edək. İçinə keçid etdiyimizdə ən çox xoşuma gəldi. Dedim, bunlar şurub olmaması usta üçün çox avantajdır. Deməli, bax, bu dırnaq şəklində olacaq. Belə rahat bir şəkildə açılıb, söküləcək. Və bu da əsasən indi qış vaxtı biz soyuqda, palqonda iş görək üçün bizim işimizi çox asanlaşdırır. Bəzən adamın əli o qədər dönür ki, şurub tuta bilmirsən. Və ilkin olaraq baxış keçir. Rollinin öz dövriyyə nasosu qoyulubdur. 15-in 60-a. Yəni, inşallah bunu işlədikcə görəcək. Amma mən alınan firma, gətirən insanlardan soruşdum ki, çox keyfiyyətli dövriyyə nasosu qoyublar. Rollinin özü üçün istehsal ediblər sırf. Və baxın, burada mənim bir dənə bəyənmədiyim sadəcə bu platanın burada olmasıdır. Bu usta üçün bir problemdir. Gələk bunu sökər, bunu çəkər və orada hər hansı bir detala müdaxilə edər, hər hansı bir problem olan vaxtı. Bu ekranın arxasında yerləşsəydi daha yaxşı olardı. Yəni, belə digər tərəfdən. Qaz qlapanı, Erko qaz qlapanı qoyulubdur. Bu da ən çox istifadə olunan qaz qlapanlardan biridir. Qazın modeliyasını düzgün və yaxşı şəkildə tənzimləyə bilir, minimum maksimum edə bilir. Bronz bloklar qoyulubdur, bronz bloklardır. Bronz bloklar bildiyiniz kimi keyfiyyətlidir və kombinin qiymətində çox fərq edir. Və arxa hissəyə baxdıqda bala eşenjoru, plak eşenjoru dediyimiz detal qalındır. Sadə 3 yolludan istifadə olunubdur, mis borulardır. Dediyimiz kimi 24'lük kombidə minimum 11 ədəd farsunko olmalıdır. Yəni standart qiymətinə görə deyirəm. Baxaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 ədəd farsunkadır. 25 santim ana eşenjördür. Qol borusu ana eşenjörü keçmədir. Və genləşmə çəni içəridə qoyulubdur. Və bunun ən çox xoşum gələn yanlarından biri də sağ və sol tərəfin izolyasiyanın, səs azaltıcı izolyasiyanın təchiz olunmasıdır. Suhonun sağ çıxışlı fanından istifadə olunubdur. Və genləşmə çəni içəridədir. Genləşmə çəninin baş tərəfi yuxarıdan olsaydı, biz ustaların işini çox asanlaşdırırdı. Bir də bunu söhməyə ehtiyac olmazdı ki, hava vurmaqdan yana rahat bir şəkildə tənzimlərdi. Amma burada olması da yaxşıdır da, rahat bir şəkildə asılan vaxtı rahat bir qoşub tənzimləmək olar. Alt hissəsinə baxırıq, bronz bloklardır, qaz qlapanıdır. İlkin olaraq mən sizə bunu deyə bilərəm ki, bir usta olaraq rolli kombisi qiymətinə görə münasibli almağa dəyər. Müsbət və mənfi tərəflərin videoda izah etdim. Daha geniş videolar istəyirsinizsə bir sonraki kombi üçün siz orada şərh bölməsində yazın. Həmin kombi üçün biz videonu çəkək.